Ayət namazının nə şəkildə qılınmaq lazım olduğunu əməli bir şəkildə sizlərə göstərmək istəyirəm. Bildiyiniz kimi ayət namazı 2 rükətdir və hər bir rükətində 5 dənə ruku var. Bu şəkildə qılınır, bir qaydası bu şəkildədir ki, insan Fatihə surəsini oxuya və Fatihə surədən sonra ayrı bir surə oxuya, gedə rukuya. Rukudan qalxa, yenidən Fatihə surəsini oxuya və Fatihə surəsindən sonra ayrı bir kamil surə oxuya, gedə rukuya. Və rukudan, ikinci rukudan qalxa, yenidən Fatihə surəsini oxuya, ayrı bir surə oxuya, kamil bir surə və gedə rukuya. Qalxa və bunu 5 dəfə təkrarlayaq və daha doğrusu 5-ci rukudan qalxdıqdan sonra gedə 2 səcdə yerinə yetirə və qalxa ikinci rükətə, ikinci rükəti də birinci rükət kimi qılacaq, 2 səcdə edəcək, təşəhhüdü, salamı deyəcək, tamam. Mən bunu bir əməli bir şəkildə göstərmək istəyirəm. Təbii ki, siz Fatihə surəsindən sonra istənilən kamil bir surə oxuya bilərsiniz. Mən bunu İxlas surəsi ilə göstərəcəm. Bu şəkildə ayət namazı qılıram, qurbətən qaldı. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanir-Rahim. Vələd-dalinə qədər oxuyursunuz. Sonra Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu samad lam yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Subhanallah, subhanallah, subhanallah. Allahu ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanirrahim. Vələd-dalinə qədər oxuyursunuz. Sonra yenə başlayırsınız. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu samad. Surəni axıra qədər oxuduqdan sonra gedirsiniz rukuya ikinci dəfə. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ar-Rahmanirrahim. Vələd-dalinə qədər oxuyursunuz. Sonra yenə də başlayırsınız İxlas surəsini oxumağa. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu samad lam yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vələd-dalinə qədər oxuyursunuz. Sonra yenə başlayırsınız. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu samad. Lem yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Subhanallah, subhanallah, subhanallah. Allahu Ekber. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vələd-dalinə qədər oxuyursunuz. Sonra yenə də İxlas surəsini oxuyursunuz. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad. Allahu samad. Lem yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Subhanallah, subhanallah, subhanallah. Və qalxırsınız. Diqqət elədiyiniz kimi bu 5-ci rukuydu ki, mən qalxdım. 5-ci rukudan qalxdıqdan sonra 2 dənə səcdə yerinə yetirirsiniz və qalxırsınız ikinci rükətə. İkinci rükəti də birinci rükətdə qıldığınız kimi qılırsınız, 2 səcdəni yerinə yetirirsiniz. Təşəhhüd, salam və bu şəkildə ayət namazını qılmış sayılırsınız. Vəssalamu aleykum və rəhmətullah.